Sən də bir dəqiqənin içində bu mənzərəni çəkə biləcəksən. Qabiliyyətə ehtiyac yoxdur. Sənə bir dənə qara və ağ rəng lazımdır. Bu iki rəngi bir-birinə qarışdırırsan, ağ rəngdən daha çox istifadə edirsən və daha çox suya basırsan. Bu cür kağızı doldurandan sonra çalış ləkəsiz olsun. Yuxarı hissəsini tündləşdirib su ilə qarışdırırsan ki, keçid yaransın. Sonra qara və ya boz rəngdən istifadə edib təxmini ağacların və dağların yerini qoyursan. Mən qıraqda qeyd edirəm və yuxarıda ağacların yerini qeyd edəcəm. Mənim kimi videoya baxıb təkrar edə bilərsən. Lazım olandan sonra bir damcı tündləşdirə bilərsən. Bu onsuz tam qara şəkildə olmalıdır. Sadəcə aşağıda və aralarında boz rəngdə işıqlar var. Onları mən ilk verdiyim ton kimi saxlamışam. Qara rəngdən də aralarında istifadə edirəm ki, işıq kölgə əmələ gəlsin. Daha sonra mən bir daha tündləşdirirəm. Bundan sonra siz yarpaqların yerini təxmini qeyd edirsiniz. Hər halda sən fırçaya necə başsan da onsuz o yarpaq effekt görsənəcək. Yəni qabiliyyətə ehtiyac yoxdur. Onsuz da o formanı vermək olur. Dağlarda sağ tərəfi mən qara istifadə eləmişəm, amma sol tərəfini biraz boz rəngdən. Yəni qara ilə ağı biraz daha çox qatmışam. Suyun rəngini də həmin tonda etmişəm. Suyun rəngini belə açıq işləmək üçün biraz sudan çox istifadə edə bilərsiniz. Ortalarında işıq var, ayın işığına. Ona görə onu boş saxlayıram və çalışıram daha çox o hissələrdə quru fırça olsun ki, belə bir effekt alınsın. Bunların rəngini verəndən sonra təzədən qayıdırıq ağaclarımıza, tündləşdiririk, qaraldırıq. Qaraldandan sonra bir daha dənizin qıraqlarından keçirik, ən tünd olan hissələri və tona salırıq. Və mütləq şəkildə təzədən biz ağaclarımızı tündləşdiririk. Səmanın da yuxarı hissəsini boz rəngdən istifadə edib, daha çox sudan istifadə edib keçid yaradıram, yenə tündləşdirirəm və ən axırda bizim ayımız qalıb. Ayı da mən sadəcə ağ rəngdən istifadə edib bu cür formanı göstərmişəm. Ayın işığını da suda sadəcə fırçaya biraz quru formada basıb bu işığı effekti yaradıram. Gördünüz, çox asan oldu. Başqa nə izah edim?